Sabahınız xeyir, gözəl qızlarım. Həmişəki kimi sevinirik, xoşbaxtıq və bugün bizim Həsən balamız gəlib doktorun yanıma. Balamız 7 ildən sonra düz dünyaya gəlib. Mamiçkasında ağır yumurtalıq polikistos sindromu problemi var idi. Folikul yetişib partlamırdı. Menstruasiya gecikirdi və 2 ilə yaxın müalicəmiz olub. Körpə balamız dünyaya gəldi. Hal-hazırda 7 yaşındadır və maması gəlib sürprizlə təkrar həmləliyi var. Sizi təbrik edirəm. Onun bir həftəyə çatmışıq. İnşallah rəqim çatar və körpə ilə yola salaq sizi. İnşallah sizə güvənirəm. İnşallah ki bunu da sağlam qucağıma verərsiniz, yemək yola salarsınız. Nə tək ki bunu da sevindirdiniz. İnşallah bunu da. İnşallah. İkinci həmləmiz düz 2 ildən sonra ana olmağa hazırlaşır. Əsas problemi antimüller 0,3, bir dənə 2 dənə folikulu var idi. FSH 13, LH 10. Yumurtalar çox zəif idi. Hər yerdə demişlər donor yumurta hücrəsi lazımdır və təbii yolla həmləlik baş verdi. Həmləliyimiz çətin keçdi. Bugün qızımız ikinci dəfə həmlədir. Sizi təbrik edirəm. İkinci həmləliyimizdir. Çox sağ olun doktor. Hər şey sizin sayənizdə. Sizə güvənərək gəlmişdik. Mən nəticəsini görürük. Çox sağ olun. Təbrik edirəm. Gözünüz aydın olsun. Antimüller 0,5 əngəl olmadı. 7 ildən sonra qızımız təkrar ana olmağa hazırlaşır. Gələndə problemləri çox idi. Bir dənə, 2 dənə hər tərəfdən yumurtalıqlarda folikulları var. Folikul ümumiyyətlə yetişib partlamırdı. Müalicədən sonra yetişdi, partladı, amma həmləlik baş vermirdi. Qeyd eləmək istəyirəm ki, boru faktoru var idi. Borular genişlənmişdi və iltihablı idi. Və ona baxmayaraq 1 ilə yaxın gəldi müalicəyə. Təbii olan həmləlik baş verdi. Hal-hazırda 8 həftəyə çatdıq. Sizi təbrik edirəm. İnşallah axıra kimi çatasınız. Çox sağ olun. Və arzunuza çatasınız. Hamısı sizin sayənizdə. Allah razı olsun sizdən. Çox sağ olun. Təbrik edirəm. Növbəti qızımız riskli həmləlikdən əziyyət çəkirdi. Laxtalama problemi, təzyiq problemi, zob problemi, hematoma problemi, ona baxmayaraq 37 həftəyə çatdıq və ana olmağa qızımız hazırlaşır. Sizi təbrik edirəm. Çox sağ olun. Hər şeydə Allah razı olsun. Təşəkkür edirəm. Gözümüz aydın olsun. Qızlarımız kim ana olmağa hazırlaşır, kim ürək vurusunu işidib, neçə həftəyə çatıbsa Nərgiz? 23 həftəyə çatanlar və 10 həftəyə çatan arzu edirəm ki, istəyənlər sevinsinlər və bu gözəl anları sizə də qismət olsun inşallah.